Gördüğünüz yurtta yuvada 6 evlat büyütmüşük. Kolxozluq idi, işlərdi, kişi də qoçaq kişi idi. Onların hamısını oxutduq, diplom aldıq, gözəl. Ondan sonra bu öyrətlərin içində çox beyinli idi, çox bilikli oğlu idi. Bunu getdi Ermənistana, xalası gildə oxudu. 6 il orada oxudu bala. 6 ildən sonra gəldi bu 3 il işə, Tiflisə gəldi. Tiflisdən ağrı Qorqu şəhərinə apardılar. Qorqu şəhərində durdu. Ondan Afqanistana etdi, 2 il Afqanistanda qaldı. Mən heç bilmədim Afqanistanda olduğunu. Orada xəsarət aldı, tankda tulladı, başına nə işlər gəldi, heç mənə də demədilər. Vəzir ümumiyyətlə uşaqlarından bəlli idi də onun gələcəklə nə olmağı. O, 6 qardaş içində həmişə özünün hərəkətlərlə, davranışlarla seçilirdi, oxumağıyla seçilirdi. Bizim indi rayonun Uzqar kəndlərində indi elə kəndlər var, həmçinin bizim kənd 4 illik məktəbində. Orta məktəbi bitirmək üçün kənd balaca olduğundan orta məktəb yox idi. Ermənistan Respublikasının Müəmbirənin rayonunun Körpöy kəndinə gedir. Xalamgil oradaydı. Xalamgildə qalır və 10 illik orta təhsili Körpöy kəndində bitirir. Orta məktəbi əla qiymətlərlə vəzir bitirdi Körpöydə. Yuxarı sinifdə olanda da aşağıki siniflərdə elə bir müəllimlər buraxıldı dərs deməyə. Çox bilikli bir tutardı. Fikri onun əslində var idi. Birinci istəyirdi amiyə qəbul olsun. Xirurq istəyirdi olsun. Yəni, hərbi xirurq istəyirdi olsun. Amirə qəbul oldu. Müsabiqə nəticəsində belə oldu ki, vəzir stomatoloji fakültəyə düşdü. Stomatoloji fakültəyə düşəndə vəzir istəmədi. Stomatoloji əsasdan xoşu olmadığından qayıtdı Gürcüstana və Gürcüstanda Ali Hərbi Artilleriya məktəbinə qəbul oldu. Ora sənədlərini verəndə heç birinin xəbəri yox idi. Birdən-birə gəldi ki, mən getdim da Vayenniyə, Urduya gedirəm, 25 ilinə. Qəbul olandan sonra buna başqa dildə oxumaq bir balaca, özünüz yaxşı bilirsiniz ki, Azərbaycan məktəbini qurtarmış uşaq, Azərbaycanlı balası sırf birdən-birə qəbul ol, rus dilində imtahanlar geçsin, hərbi məktəbdə. Özdəki hərbi məktəbdə başqa məktəblərdən fərqlənir, keçilir. Qayda qanun güclüdür, orada tələbat güclüdür. İstər-istəməz sən o işlərə nə tərə olursa olsun, öhdəsindən gəlməlisən bu işlərin. Dözdü elə də, 1 il yarım çətinliyi oldu. Biz də hiss edirdik ki, uşaq çox çətinli bunun üçün. Ali Hərbi Artilleriya məktəbində əla qiymətlərlə bitirdikdən sonra vəzirin əlaçı olduğunu nəzərə alıb, vəziri Qorki şəhərinə, Rusiyanın Qorki şəhərinə, ali hərbi məktəblərdən birinə müəllim vəzifəsinə təyin etdilər. Görüşdük bir dəfə, dedi, yox, dedi, mən qabaqca gərək şeylər keçəm, dedi, bu əsas toçkalar var. O vaxt gedir, dedi, bir Severdə olmalısan neçə il, Nəmqarə çaharda Afqanistanda olmalısan neçə il. Elə bu bir neçə il xidməti keçəndən sonra qayıdıb stabil bir yerdə məsələn xidmət edə bilərsən. Hərbi hissədə dərs deyirdi, qruppalar təşkil eləmişdilər. Ruslar qruppa halında düzəldib Əfqanistana göndərirdilər. Hansı hisslər onda yarandı, indi bilə bilmədim. Bir də baxdıq, gördük ki, bunun özü də gedib Əfqanistana. Əfqanistana gedən vaxtda vəzirin bütün qiymətlərinin əla olduğundan, əla müəllim kimi işlədiyinə görə vəziri Əfqanistanda spes batalyona, xüsusi batalyona komandir verdilər. Əfqanistanda elə bir gözəl yerdə idi, hamıza yaxşı məlumdur, hamıza yaxşı bilir.
2 il 4 ay Əfqanistanda vəzir xidmət etdi və Əfqanistanda çoxlu qramatalar aldı, təltiflər aldı. Əfqanistan o vaxtı Demokratik Respublikası deyirlər. Əfqanistan Demokratik Respublikasının hakimiyyəti tərəfindən təltif olundu. Əfqanistanın ordeni ilə və bir çox mükafatlarla, ordenlərlə, medallarla, hətta Sovetlər dönəmində Qırmızı Ulduz ordenindən təltif olundu. Bu gələndə biz hamımız yığışıb, elə böyük bir şənlik keçiləndə dedilər, nədir, nə olub da, niyə belə bilirsiniz? Təzdən əmmi oğlu Zakir var. O dedi, sən heç xəbərin varmı ki, sənin oğlun hardan gəlir? Sənin oğlun Qodalovun içindən gəlir, Əfqanistandan gəlir. Anam çəkdi özündən. Çitinsk oblast dedilər. Orada stansiya Dauriya. Oraya keçdi. Zamnaçelnik artilleri, PVO, raketin vojsk orada bütün. Biraz işləyən kimi 6 ay işləmişdi, adına Dəmir mayor qoydular. Gedir axşam elə bil ki, anası gilə hamı yığılır, anası gilə deyir ki, gedin alın, mən qızı gördüm, bəyəndim. Sevinirlər hamı, anası gilə sevinir. Deyir, axşam yatdıq, səhər tezdən bir də deyir, getdim, bala, bizi alladırsan, yoxsa doğru deyirsən, bəyəndin mi qızı, necədir? Deyib, hə, bəyəndim, gedin alın. Qaynanam elə bir sevindiyindən səhər-səhər hamı üçün belə təəccüblü oldu. Səhər-səhər geyinib biz elçi gəlməyinə. Avqustda toyumuz oldu. Sentyabrda biz Çitaya getdik. Çitaya düşəndə elə bil mən başqa dünyaya düşdüm. Başqa aləm idi. Onun əhatəsi başqa insanlar var idi. Elə bil ki, çox ziyalı idilər. Məsələn, qonaqlıq olurdu. Biz elə bil ki, tanışlıq üçün hamı qonaq çağırırdı. Elə bil mənim üçün çox təəccüblü idi. Vəzir nə ki, Azərbaycanda keçmiş SSR dönəmindədir. Tək mütəxəssislərdən biridir ki, öz ixtisasında artilleriyada, hansı ki 18-20 kilometrdən mərmini səngərə salır. SSR ordusunda, Rusiyanın ordusunda belə mütəxəssis yox idi. Gromov deyirlər, Əfqanistanda olanda komandası idi. Söhbət gəlib çatır ora, Müdafiə Nazirinə ki, bunu necə eləmək olar? O dəqiqə demişdilər ki, Sədiyev var, tapın onu. Həmin dövrdə vəzir olanda artıq Sibirdə idi, Çitada idi. Oradan həmən vəziri məzun elədilər həmin şəhərə. Həmin şəhərdən vəzir uzaqdan artilleriyanı qurdu. Deməli, cəmi neçə metrə idi də, çayın eni və bütün şəhər su basır. 18 kilometr ya 16 kilometrdən artilleriyanı vəzir qurmuşdu şəhərin qırağından. Həmin körpünün düz qabağı, neçə metr qabağa həmin buzları dağıtmışdı. Onda da yenə çağırdılar Kremlə, onda da mükafatlar verdilər, qramatalar verdilər. Sonra uşağımız dünyaya gəldi. Adını da özü qoydu. Sisara, döyüşçü adıdır. Belə sevincimizin həddi hududu yox idi. Yəni çox vəzir də çox sevinirdi, çox özünü xoşbəxt hiss edirdi. Həmişə deyirdi ki, elə bilirəm dünyanın ən varlı insanı mənim, ən xoşbəxt insanı mənim. İstəyirdi çox uşağın böyüməsində çox iştirak eləsin. Qapıdan içəri girdi, o başqa cür adam olurdu. Elə şən, mehriban, danışan, gülən, zarafatçıl, ailə canlı, çox ailə canlı, belə ailəsinə, uşağına bağlı. Artıq bizdə Qarabağ savaşı başlamışdı və həmişə də məktublarla yazırdı, soruşurdu, düz gözü hərbisidir, özü bilirdi nə var, nə yox. SSR dönəmi olduğundan SSR, yəni Rusiya öz maraqlarına uyğun bütün xəbərləri verirdi, televiziya kanallarında, radioda. Ona görə də dolğun məlumat vəzir ala bilmirdi və məktubla müraciət edirdi, soruşurdu, maraqlanırdı, həqiqətən də nə məsələdir, nədir, dəqiqini
dəqiqliyini və çox narahatçılıq keçirirdi. Dəfələrlə mənə yazdı ki, bəs mənə gəlmək istəyirəm. Çitada bir ilimiz qalmışdı. Vəzirin qulluğunun bir ili qalmışdı. Deyirdi ki, burada bir ili qutarandan sonra Şimali Qafqazı seçmək istəyirəm. Mən hər yeri, elə bütün çətinliklərdən çıxmışam. İndi mən özüm seçə bilərəm, harada istəyirəm qulluq eləmək. Mən getməliyəm, mən orada olmalıyım. Mən daha burada qala bilmirəm. Gedirəm. Konkret mənə telegram vurdu ki, bəs mənim üçün münasibət deyilən bir şey var idi, atnaşə ilə. Azərbaycan Müdafiə Nazirliyi gərək atnaşə ilə verərdi həmin xaricdə olan hərbiçilərə, Azərbaycanlılara ki, yəni biz sizə qəbul edirik. Ondan sonra gələ bilərdi. Soruşdum ondan gələndə ki, əsas bu gəlməyin əsas məqsədi, səbəbi nədir? Bana nə desə yaxşıdır. Televizorda baxırdım, deyir, bu qırat qurğularını, gedə-gedə qırat qurğu satırlar. Mən deyir, sarsıdım, baxdım, pis oldum özüm üçün. Gedə-gedə qırat qurğu satılar mı? Onda deyir, mən özümdə, ürəyimdə bir his yarandı. Məqsəd qoydum ki, mən 100% Azərbaycan ordusunda qulluq eləməyim. Deyirdi, qaqaş, mənə qaqaş, deyirdi, qaqaş, bu mənim müharibəmdir. Mən 2 il, 4 ay Əfqanistanda xüsusi batalyonun komandiri olmuşam. Əfqanistanda da ki, ən qaynar yerlər, Şindad, Cəllabad, Kabul, belə bir yerdə vəzir komandiri olmuşdu. Elə də deyirdi ki, burada da deyirdi, mən lazımam. Bura çətin müharibədir, deyirdi. Bizi elə bil ki, fevralın əvvəli gətirdi. Burada Obşiçidə, yataqxanada, zabitlər yataqxanasında ev tutdu. Səhər işə getdi, hardasa saat 10-11 idi, gəldi. Dedi ki, mən paltarımı dəyişməyə, poliboy paltarımı geyindi. Hər şeyini yıxdı, mən gedirəm Qarabağa. Elə bil gedəndə biz onun dalıca çıxdıq, koridora dalıca baxırdıq. Qızımız bir də dalına, vəzirin dalıca qaçdı, qayıtdı, Sarıyı bir də qucaqladı, öpdü, getdi. Durduq onun dalınla baxdıq ikimiz də, gözümüzdən itənə kimi. Elə bil həmin vaxtda mənim nəsə ürəyimdən keçdi ki, elə bildim vəzir axırıncı dəfədir görürüm. Nəsə bir anlıq belə içimdən bir his keçdi. Axıra kimi, gözümüzdən itənə kimi onun dalıca baxdı. Müharibənin qızğın vaxtlarında bizə təzə silah-sursat gəlirdi, az-az da olsa gəlirdi. Bir dəfə Samaxodni qaubisi deyirlər, özü yeriyən mərmi toplar. Bunlardan gətirdilər. Və heç kəs, Azərbaycan ordusunda heç kəs onu quraşdırıb ata bilmədi. Vəzir şəxsən özü getdi, həmin mərmiləri quraşdırdı. Özü gedən mərmilər fərqi nədə idi? Yəni, adətən toplar 18-20 kilometr vururdu həmin dövrdə. Bu toplar 28 kilometr vururdu. Həmən topları vəzir quraşdırdı və düz cəbhə bölgəsində, hətta bir dəfə Laçın koridorundan kolon keçirdi, 84 dənə maşın kolon keçirdi. Vəzir bütün kolonu göyə sordu. O qədər itki vermişdilər ki, o qədər itki vermişdilər. 3 gün ermənilər matəm elan elədilər. Hər bir güllənin səsindən bilirdi ki, göydə gələn güllə nədəndir. Səsindən, buyurtusundan, markasını deyirdi, nədən atılıb. Bəxər et sözü. Qızımla ikimiz bir yerdə idik. 2 dənə hərbiçi gəldi, 20-ci gün. Hərbiçi gəldi və gəldilər. Elə bil onları görəndə də mən nəsə belə ürəyim döyündü, elə bil ki, dedim ki, yəni nəyə görə gələ bilərlər? Şahmat baryatkada atıblar bunlara. Atanda bu bilibdir də gəldiyini at gəlir, bu yavı gəlir. Bilir nə snaryatıdır. Hoppanıb da qız üstə belə üzünə. Bu nahiyədən barmağının ucuna qədər bu nahiyədə heç bir şey yox idi.
Sonra dedi ki, vəzir dedi, ağır yaralanıb. Biz sizin dalınızca gəlmişik. Yerə yatıb da uzanıb. Arxasında sırına biri buradan girib ürəyi deşə bilməmiş, burada eləmişdi, bax qaldırmışdı belə. Omadan buradan gerdən, bu omanın içi bütün boşaltmışdı buranın belə, yox idi. Bir də ayağının topuqdan birini qırmışdı yəni. Söz. Çox ağır. Biz necə elə bir xoşbəxt, elə bir qolum qanadım yox idi xoşbəxtçilikdə. Elə birdən-birə qaranlığa düşdüm. Qaranlıq bir tunelə. Bir dənə balaca işıq idi, bəlkə o tuneldə evladımız. Yəni hər gün özümə ölüm diləyirdim, Allahdan yalvarırdım ki, Allah qurbanım, bəlkə qoy mən bir xəstəlik tapım ölüm. Hər gün Allaha yalvarırdım ki, qoy mən bir xəstəlik tapım ölüm, özümü öldürməyə qorxurdum ki, günahdır. Atam şəhid olanda 2 yaşım olmamışdı və yadımda o qədər qalmayıb. Amma danışılanlardan, söhbətlərdən yadımda nəsə atamı canlandırmışam öz xəyalımda və atam haqqında xoş təəssüratlarım var. Heç vaxt onun yoxluğunu hiss eləməmişəm. İstər şad gündə, istər hansısa bir çətinlikdə mən atamı yanımda hiss eləmişəm, varlığını hiss eləmişəm. Uşaq vaxtı belə bir düşüncəm də var idi ki, yol keçərkən mən fikirləşirdim ki, mən yolun ortasında dayansam, maşın bir sürətlə də gəlsə, məni nəysə saxlayacaq, o maşın məni vurmaz, mən sağ qalaram. Ya hardansa yüksək bir mərtəbədən tullansam, yenə də mən sağ qalaram, mənə heç bir şey ola bilməz. Çünki mənim atam məni qoruyur, atam mənim yanımdadır hər zaman. Çünki o bizim ailənin mələyidir. Mən milli qəhrəman, Sədiyev vəzir qızıyam demək, bu mənim üçün ayrıca bir qürur hissidir. İnşallah torpaqlarımız azad olduqdan sonra atamın ruhu daha da şad olacaq. Burada Gürcüstanda yaşadığımıza baxmayaraq, həmişə ürəyimiz Azərbaycanla döyülür. Həmişə. İndi qoy heç vaxt, nə deyərdirlər, həmişə əmin-amanlıq olsun, dava olmasın. Əgər lazım olarsa, bir vəzir yox, gerdə 5 qardaşı, hamısı canını verməyə hazırdır, torpağı yolunda. Azərbaycan üçün, Azərbaycanın torpağının azadlığı üçün. Çəkinmədən, tərəddüd etmədən həmən gün həmişə